Tarix, yəni bəşəriyyətin yaşadığı, yaratdığı, fəaliyyət göstərdiyi bu tarix, deyək ki, qədim Yunanistandan, qədim Romadan, Herodotun, Strabonun yazılarında özünü qoruyub saxlamış və tədricən gəlib Şərq aləminə, müsəlman alimlərin əlinə keçmişdir, əsərlərinə keçmişdir və baxırsan ki, tarix qaynaqlarında, o birinci əl əsas tarix qaynaqlarında bir sıra bəşəriyyətin təcrübələri toplanmışdır. Yəni, oxuduqca daxilində tarixi köklər, dəyişikliklər, cəmiyyətlərin qurulması, münasibətlər və bundan əlavə hətta bir sıra ibrətlər və insanın həyatı üçün, bugünü və gələcəyi üçün istifadə edə biləcəyi böyük ibrətlər toplanmışdır. Onlardan birini mən adətən misal göstərərəm, oxuyuram özüm üçün. Səhv eləmirəmsə paylaşmışam da əvvəlki söhbətlərimdə. Murucuz Zəhəb kitabıdır. Murucuz Zəhəb kitabı böyük nəhəng tarix qaynaqlarından biridir. Məsudi yazmışdır onu və Azərbaycan tarixinin də bir sıra mühüm məsələləri, bir sıra nüanslar orada qeyd olunmuşdur və tarix alimlərimiz, kitablarımız Murucuz Zəhəbə çoxlu istinadlar edirlər. Bu kitabda bir bölmə var, yəni həm tarixi cəhətdən, həm ibrət cəhətindən mən onu çox dəyərləndirirəm və özüm oxuyuram və dostlara bəzi vaxt tövsiyə edirəm. Bir başlıq var, Mövtul İskəndər, yəni Murucuz Zəhəb kitabının orijinalına baxsaq, ərəb dilindədir. İskəndərin ölümü, yəni o böyük, o dahi imperator olan, dünyanı fəth etməyə çalışan və bir sıra ölkələri şərqin, qərbin fatihi deyilən və eyni zamanda eramızdan əvvəl yaşamış bir sərkərdə olan İskəndər haqqında burada qeydlər yer alır. Bildiyimiz kimi Makedoniyalı İskəndər haqqında demək olar ki, qeyd olunmamış, nəsə onun haqqında olan mövzulara işarə olunmamış nəhəng əsər tapmaq mümkün deyil. Hətta poeziyada, hətta Nizami Gəncəvinin Xəmsəsində bir hissəsi, bir bölməsi İskəndərnamə adı ilə əsərlərdən biri yazılır və mən bu haqda araşdırmalar apardım. Bəlkə onlarla 100-ə yaxın, 100-dən çox Makedoniyalı İskəndərə həsr edilmiş əsər var. Və bunlar hamısı ədəbi əsər deyillər. Yəni, bədii əsər deyillər. Elmi əsər, izah, traktat, tarix qaynaqları olaraq bu əsərlər var Makedoniyalı İskəndərin. Çünki onun keşməkeşli həyatı, dünyanı təsir altına salacaq fəaliyyətləri, deyək ki, dövlət və imperiya quruculuğu sahəsində məşğuliyyətlərinə, deyək ki, fəaliyyətlərinə baxmayaraq, həmçinin elmə, biliyə, əxlaqa, fəlsəfəyə vaxt ayırması bəlkə də bu sərkərdənin, deyək ki, spesifik xüsusiyyətlərindəndir və onu tarixdə əbədiləşdirmişdir. Murucuz Zəhəbdə də Məsudi gəlir, hətta bunu qabarıq şəkildə gətirir və bir sıra tarix kitablarında da var. Tarixul Yaqubiyyə də mən baxmışam. İskəndərin ölümü hadisəsi də tarixdə iz qoyacaq bir hadisə olub və bu özü də tarixçilər tərəfindən qeyd olunub. Bu başlıq altında İskəndərin ölümü və burada bu hadisəni də səciyyəvi edəcək xüsusiyyət budur ki, Makedoniyalı İskəndərin sarayında bildiyimiz kimi filosoflar, elm adamları, bilik və düşüncə adamları toplaşmışdılar və Aristotel bunların başı idi, bunların başçısı idi və həmçinin İskəndərin müəllimi olub və müşavir idi. Elmi cəhətdən bir sıra məsləhətlər cəhətindən İskəndər onunla məsləhətləşərdi. Qeyd olunur ki, Murucuz Zəhəbin bu hissəsində qeyd olunur ki, elə ki Makedoniyalı İskəndər dünyadan köçdü,
Aristotel, Aristoteles, Yunan və ərəb deyək ki, qarışığı olan bu sözdən gəlir ki, ərəblər adətən Yunanlıların orijinal mətnindən tərcümə edib müəyyən qədər ərəbləşdirirlər sözləri. Aristotel önə çıxır və Makedoniyalı İskəndərin cənazəsi o zaman xüsusi Romaya və yaxud Yunanistana aid xüsusi bir mumiya ilə örtülmüşdü və parçalarla örtülürdü və qızıldan olan bir daş-qaşla bəzənmiş tabutun içərisində Makedoniyalı İskəndərin cəsədini qoyublar sarayının meydanında ortada və burada Muruci Zəhəbin qeyd etdiyinə görə, Məsudinin bu kitabda qeyd etdiyinə görə. Aristotel önə çıxır və deyir ki, ey sarayın adamları, ey elm və hikmət sahibləri, ey əyan əşraflar, burada toplaşanlar, gəlin belə bir şey edək, bir təklifim var ki, bu böyük dahi sərkərdənin ölümü də ibrətli olsun və biz ondan bir ibrət olaraq həyatımızda bir nəticə çıxaraq və buna görə də təklif edirəm ki, hər kəs bu haqda bir cümlə desin. Bu cümlə həm sərkərdənin yaxınlarına onun ölümündə təsliyyət olsun, başsağlığı olsun və həm də bizə və bizdən sonra gələcəklərə qeyd olunsun və onlar üçün ibrət dərsi olsun. Və burada mən saymışam və Tarixül Yəqubi kitabının da dediklərini və bir sıra tarix kitablarını əlavə etsək 30-a yaxın hikmətli cümlədir. Belə də o demək deyil ki, hamısı filosofların dilindəndir. 10-15 ədəd cümlə filosofların dilindəndir və bəzən hətta Makedoniyalı İskəndərin mehtəri, atları saxlayan, xəzinəyə baxan, həyat yoldaşı və bu şəxslər tərəfindən də bir cümlələr ibrət olaraq deyilir. Bəziləri ağı kimi deyir bir cümləni, qəmlənərək deyir, bəziləri ibrət olaraq deyir. Onlardan birini mən qeyd etmişəm və bunu da adını qoymuşdum Qızıl Tabutun Nəsihəti. Yəni Makedoniyalı İskəndərin ortada qoyulmuş tabutu və başqa ibrətli mövzular da var. Hətta bu haqda ki, Makedoniyalı İskəndər özü vəsiyyət etmişdi, onu necə dəfn edin, əllərimi çöldə çıxarın, belə bir söhbətlər də var. Və onlardan ən gözəli, ən genişi də budur. Ki, ona görə mən bu deyək ki, söhbətlərin adını qoydum ki, Qızıl Tabutun Nəsihəti. Demək, digər bir cümlə bu idi ki, Makedoniyalı İskəndərin həyat yoldaşı Məsudi Muruci Zəhəbdə qeyd edir ki, onun adı Rovşənək idi. Rovşənək Sasanlərdən öncə olmuş Əhəməni imperiyasının başçısı, sərkərdəsi olan Daranın qızı idi. Bildiyimiz kimi Makedoniyalı İskəndərin ən böyük döyüşlərindən biri də Əhəməni imperiyası ilə olan döyüş olub və bu döyüşdə Daranı məğlub edərək məğlub edir, ailəsini və qızını əsir götürür və Daranın qızı ilə evlənir. Bu Rovşənək uzun illər İskəndər, Makedoniyalı İskəndər ilə yaşayır, onun həyat yoldaşı olur və gəlir növbə çatır, Rovşənək də bir söz deyir öz həyat yoldaşı İskəndər haqqında və deyir ki, mən inanmazdım ki, Daranı məğlub edən o böyük sərkərdə ölümə məğlub olmuşdur. Bu cümlə də tarixlərdə, tarix səhifələrində qalacaq bir ibrətli sözdür. İnsanın həyatda yaşaması, yaratması, son mənzil, yaşayış hədəfi, bu sualları, bu mövzuları axtaran insanlara belə lakonik, qısa cümlələr çox təkan verə bilər və bir çox suallarımıza cavab ola bilər. Buna görə də belə hikmətli cümlələri biz tarix səhifələrimizdə də diqqət etməliyik, araşdırmalıyıq. Onlara quruca yanaşmamalıyıq. Gördüyümüz kimi hər tarix kitablarının da daxilində mədəniyyət olur. Xalqların, millətlərin mədəniyyət nümunələri orada araşdırılır, təqdim olunur və bunlar öz içərisində cəmiyyətlərin bəşəriyyətə töhfə verdiyi, hər xalqın, hər imperiyanın, hər quruluşun
bəşəriyyətə verdiyi bir töhfə olmalıdır. Yəni tarix elminin baxışı ilə desək və bir çox elmlər bunu deyirlər ki, bəşəriyyətə faydalı bir şey verməlidir və yalnız fəaliyyətlər, fəthlər, filan ildə filan hadisə oldu olaraq quruca tarix deyil. Biz tarixi analiz etməliyik, onu öyrənməliyik, ondan nəticə çıxarmalıyıq. Hətta həyatımızda, hətta fərdi həyatımızda ədəb, əxlaq, ibrət almaq üçün bu hadisələrə ibrət gözü ilə baxmalıyıq. Və belə nüanslar, bu cümlələr bu istiqamətdə insanlara çox kömək ola bilər.